Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərinin Muğam mərkəzində region gənclərinin narkomaniya ilə mübarizə üzrə ikinci forumu keçirilib. Tədbirdə Sumqayıt Dövlət Universitetinin Əziz Əliyev adına Sumqayıt Tibb Kollecinin tələbələri və pedaqoji heyəti, Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinin tələbə, müəllim və şagird heyəti, gömrük əməkdaşları, səhiyyə və hüquq mühafizə işçiləri də iştirak ediblər. Forumun rəsmi açılış hissəsində Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, Azərbaycan Respublikası Milli Məclisinin Ailə, Qadın və Uşaq Məsələlər Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini Güloğlan Muradlı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və Tibbi Xidmət İdarəsinin Elmi Təcrübə və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov çıxış ediblər. Dövlət Gömrük Komitəsinin sədr müavini Güloğlan Muradlı çıxışında bildirib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə yalnız inzibati tədbirlər və hüquq mühafizə orqanlarının fəaliyyəti ilə məhdudlaşmamalıdır. Onun sözlərinə görə bu sahədə uğurlu nəticələrin əldə olunması üçün cəmiyyətin bütün təbəqələrini əhatə edən kompleks yanaşma zəruridir. Bu baxımdan cənab Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün dövlət proqramında maarifləndirmə və təbliğat işlərinə geniş yer ayrılması xüsusi əhəmiyyət daşıyır. Rəsmi hissədə çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinin bugün bəşəriyyəti narahat edən ən ciddi sosial problem olduğunu qeyd edib. O bildirib ki, bu problem insan sağlamlığına, ailə institutuna, cəmiyyətin mənəvi dəyərlərinə və dövlətin təhlükəsizliyinə ciddi təhlükə yaradır. Məhz buna görə də Azərbaycan Respublikasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Ulu Öndərin müəyyən etdiyi strateji xətt bugün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun şəkildə davam etdirilir. Tibbi Xidmət İdarəsinin Elmi Təcrübə və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov və Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidovun moderatorluğu ilə keçirilən tədbirdə Tibbi Xidmət İdarəsinin rəis müavini Dosent İsmail Əfəndiyev və digər şəxslərin moderatorluğu ilə müxtəlif mövzulara toxunulub. Forumun keçirilməsində məqsəd yeni növ narkotik və psixotrop maddələrin yaratdığı təhlükələr barəsində ictimaiyyətin məlumatlandırılmağını artırmaq, xüsusilə gənclər arasında narkomaniyanın profilaktikası istiqamətində hüquqi mexanizmləri gücləndirmək, narkomaniyaya qarşı mübarizədə hüquq mühafizə, gömrük və səhiyyə orqanlarının rolunu izah etməklə dövlət qurumları ilə cəmiyyət arasında əməkdaşlığın genişləndirilməsi və preventiv tədbirlərin effektivliyinin artırılması olub. Bugünkü keçirilən tədbirin əhəmiyyəti əlbəttə ki, dünyada artıq demək olar ki, bütün ölkələr üçün ciddi problem olan narkomaniya mübarizəyə həsr olunub. Çünki dünyada hal-hazırda yeni metodların istifadə olunması və fərqli qablaşdırma metodları ilə narkomaniya ilə mübarizə daha çətin bir vəziyyətə gəlib və bu mövzu artıq sadəcə bir tibbi məsələ deyil, bu həm də psixolojik, mənəvi və cəmiyyətin ümumilikdə hər bir üzvünə təsir edən hadisə olduğuna görə bu mövzuda çox geniş bir şəkildə dövlətin aidiyyatı qurumları və tibb mütəxəssisləri, eləcə də təlimçilər və tədris ictimaiyyətinin nümayəndələri ilə birlikdə geniş müzakirələr aparılacaq. Əsasən narkomaniya ilə mübarizədə sadəcə cəzalandırma metodları deyil, əsasən maarifləndirmə, doğru istiqamətləndirmə və ən əsası da bu mübarizədə cəmiyyətin bütün sektorlarının birgə fəaliyyətini təşkil etmək düşünürəm ki, daha effektiv olacaq. Artıq bu gün biz Sumqayıtda ikinci forum eləyirik. İlk forum Tibb Xidmət İdarəsi Cənub zonasında eləyib və ikinci forum Sumqayıt İcra Hakimiyyətinin və yerli deputatlarının təşəbbüsü ilə Sumqayıt şəhərində keçirilir. Forumun əsas məqsədi Sumqayıt şəhərinin cavanlarını deməli, həmin narkotik barəsində maarifləndirmə işini gücləndirmək, yeni növ narkotik maddələr, halüsinogenlər və psixotrop maddələr barəsində məlumatları vermək,
onların zəhərlənmə ilə əlamətləri və əsas məqsəd odur ki, cavanları həmin bəladan biz qoruyaq. Nə qədər onlar məlumatlı olsa, o qədər də öz yaxınlarında, tanışlarda belə bir problem görsə, dərhal hərəkətə keçə bilərlər ki, artıq problem dərinləşməsin və vaxtında müdaxilə olsun və həmin narkotiklə onlar uzaqlaşdıra bilərsin. Bugün biz narkomaniya ilə mübarizə üzrə 2-ci Gənclər Forumunu həyata keçiririk və bu forumda mən narkomaniya ilə mübarizədə ictimai fəaliyyət və könüllülüyün rolu barədə danışacağam. Əgər nəzərə alsaq ki, il ərzində 600 min insan narkotikin yaratdığı fəsadlardan dünyasını dəyişir, demək ki, artıq bu bizim hər birimizdə təbii siqnal çalmalıdır. Əlbəttə ki, burada mübarizədə qlobal səviyyədə, dövlət səviyyəsində, cəmiyyət səviyyəsində proses davam edir, amma bizim fərd olaraq da bu prosesə dəstək olmağımız çox böyük bir əhəmiyyət kəsb edir. Könüllülük məhz burada öz işinə başlayır və biz könüllü fəaliyyət göstərməklə narkomaniya ilə mübarizə istiqamətində ölkəmizdə, cəmiyyətimizdə baş verən hər bir fəaliyyətdə, hər bir layihədə iştirak etməklə öz dəstəyimizi və öz töhfəmizi verə bilərik. Bu həmçinin bizim öz sağlamlığımız və öz icmamızda dəyişikliyin yaradılması aspektindən də çox böyük bir əhəmiyyətə malikdir. Buna görə də hər bir gəncimizi bugün bizim əsas məqsədlərimizdən də biri odur ki, həm narkotikin yaratdığı fəsadlar barədə maarifləndirək, həm də onları bu mübarizədə aktiv iştirakçılığa dəvət edək. Azərbaycan xalqını bir daha dünyaya tanıtdı, vətənimizin başımıza yetdi.